mağazamızda satışda olan təndir aksesuarları barədə danışırdıq. Daha əvvəlki videolarımıza da keçib baxa bilərsiniz. Bu qapaq təndirdə kabab pişirmək üçün nəzərdə tutulub. Diametri 50-dir. Bunun daha balaca ölçüləri var, 43 santimdir. Bu gördüyünüz təndir qapağında 16 şiş yerləşir. Şişlər qapağının üzərində verilir. Bu qapaqlarda isə 8 dənə şiş yerləşir. Hər yarığa bir şiş gedir. Yenə bunda da yenə şişlər üzərində verilir. Burada isə o qapağın daha böyük formasıdır. Bunun isə diametri 60-dır. Buna da yenə 16 şiş yerləşir ki, təndirin üzərinə qoyub şişləri sallaya bilərsiniz. Onun şişləri də budur, xüsusi şişləri var. Nejaveykadır, paslanmaz metaldır və ət düşməsin deyə xüsusi tıxacları var ki, bu hissədən taxırsınız. Artıq kaçka taxmaya ehtiyac yoxdur. Onun şişləri bu formadadır, burada komplekt formadadır. Tıxacları isə bunlardır ki, ətlər düşməsin deyə tıxacları var. Daha sonra təndirdə istifadə edə biləcəyiniz belə bir kömür çəkəndə mağazamızda satışdadır. Ümumi forması, yəni bütövlükdə paslanmaz metaldır. Kömürü rahat çəkib dağıda bilərsiniz. Bu aksesuarlar mağazamızda satışdadır. Video çox uzun olmasın deyə burada kəsirəm. Kimə maraqlıdırsa, zəng edə və WhatsApp yazıb öz sifarişini verə bilər.